Kaspian International Hospitalın bir qrup vəzifəli şəxsin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat vermişdik. Bakı Posta teleqrafa istinadla xəbər verir ki, cinayət işinin yeni təfərrüatları məlum olub. Belə ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqısının köçürüldüyü bank kartını ondan xəbərsiz blokladaraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11.000 manat məbləğində pulu ələ keçiriblər. Məlumata görə kartdan pul oğurlanan şəxs tanınmış mama ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova Kaspian International Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11.000 manat köçürülüb. Lakin bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus olan vəsait nəqdləşdirilib.